Novruz başdan başa ruh yüksəlliyi və əmək coşğunluğu və torpağa, insana məhəbbət bayramıdır. Novruz yazın gəlişinə, torpağın yeni əkin və məhsul bolluğuna, firavan həyata çağırış bayramıdır. Güllər açıldı Füzuli, yaxalar çaç edibən. Gəl tutalım meyu məhbub ilə səhra ətəyi. Bizim ölkəmizdə, bizim illərdə maraqlı rəsmlər, ənənələr var. Bu gözəl adətlər, bu gözəl dəblər uzaq keçmişlərdən qalmış yadigar. Qara qışın sonu, yazın ilk günün, əskidən bizlərdə bayram tutmuşlar. Adın il bayramı, bahar bayramı, yeri gəlincə də Novruz qoymuşlar. Bu bayram haqqında dillərdə, deyişdə qəribə nağıllar, əfsanələr var. Bəzilər söylərlər, bu dəb, bu adət Cəmşiddən, Zərduştdan qalıb yadigar. Ancaq heç bir adət, heç bir ənənə müəyyən bir şəxsə aid olanmaz. Adət də dil kimi ellərinkidir. Onsuz tapılanmaz, onsuz qalanmaz. İnsanın toplantı quruluşları, bizdəki təbii xüsusiyyətlər yaradır hər dəbi, hər ənənəni, təsadüfi işlər deyil adətlər. Bayramlar başlanan aya şərqidə Araz, Fərvərdin demişlər. Lakin bizim yerdə sadəcəsinə bayram ayı deyir, sadə kütlələr. Bu sadəlikdə çox dərinlik yatır. Bayram xas mənada işlənir baxsaq. Görünür, yeganə xalq bayramıymış. Bütün bayramlardan, toylardan qabaq. Bu gözəl bayramın tapılan yeri elm baxımından araşdırsaq biz 4 fəsil münəzzəm olan yerlərdə axtarıb tapmaq gərək şübhəsiz. O yerlərdə nücum hesabları yox, təbiət ayırır qışı bahardan. Çox qədimdən qalır bahar bayramı. Kimsə deyə bilməz hələ haçandan qəhhar qüvvələrə baş əyib insan təbiətə bağlı olan zamanda. El adətləridir bayram dəbləri. Çox incə, kötləvi, axar-baxardır. Hər kiçik bir rəsmi içində keçmişin izləri vardır. Çillə çıxar-çıxmaz işə başlamaq, yorğan döşək yumaq, ev tozu töhmək, göyərti göyətmək, səməni qoymaq, ev eşiyi silmək, bağçanı əhmək, taza paltar tikmək, mis qabaq atmaq, yumurta boyamaq, qovurqa qovurmaq, axır çərşənbədə bazara getmək, onun gecəsi də taraqqa atmaq. Taza küzə almaq, çəpçərəz almaq, kəllətuş pişirib dolma doldurmaq, damdan şal sallayıb qulaq yatırmaq, girdəkan oynamaq, oddan atılmaq, axşam damlar üstə tonqallar yaxmaq, səhər-səhər çeşmə başına çıxmaq, ağırlığı axar suya buraxmaq, bayram hamamına getmək, arınmaq, saça, əl-ayağa hənə bağlamaq, axır cuma axşamı qəbri üstə varmaq, nişanlı qızlara xonça yollamaq, kinəni küsünə atıb unutmaq, sulara al-əlvan balıq buraxmaq, ilin təhvilində dua oxumaq.
dəyişən kimi qolboyun olmaq, əl sıxmaq, bayramı mübarək demək, ev dolanmaq, görüşə getmək, bayramlıq aparmaq, şirinlik yemək. Bu hamı maraqlı ənənələrdən mənalı rəmzlər axtarmaq olar. Hər biri açılıb araşdırılsa, bir çox açılmamış düyünlər açar. Bu adətlərin ən gözəli məncə ölüb gedənləri xatırlamaqdır. Hər kəs əzizini, hürmətlisini ziyarət eləyib yada salmaqdır. Ey qəlbə səadət, gözə nur bəxş edən Allah, gündüz gecəni sırlı nizamla düzən Allah. Sənsən dəyişən aləmin əhvalını ya Rəbb, şad eylə həqir bəndələrin halını ya Rəbb. Tanrı nəzərində hər zaman şad qalıb şad yaşayasınız. Yeni iliz son ildən qutlu və bərəkətli olsun. Bayramınız mübarək olsun.